Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala men la nebiyye ba'de. Allah Teala buyurur ki: "Ve zekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, həqiqətən hatırlatmaq möminə fayda verər. Bugün bir hədis barəsində danışasıyıq. Bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi Əbu Talibi ziyarətə getməsidir. Hədis Buxaridə keçir və səhih hədisdir və hədisi rəvayət edən də İbn-i Museyyib, o da atasından rəvayət edir. İbn-i Museyyib tabein olur. Yəni tabein kimə deyilir? Sahabəni görən insana tabein deyilir və atası da sahabə olur. Və Museyyib həmçinin də fəqih və alim, yəni böyük alimlərdən olan bir şəxs olur. Atasından rəvayət edir və atası rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əmisi Əbu Talib ölüm döşəyində olduğu zaman onu ziyarət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm əmisini ziyarət edir. Və əmisinin yanında müşriklərin öndə gedənlərindən olan Əbu Cəhil və həmçində Abdullah ibni Əbi Umeyyə olur. Baxmayaraq ki, adı Abdullahdır, amma özü Abdussanəm, yəni bütlərin quludur. Bu iki nəfər olur, bunlar da müşriklərdən olur. Peyğəmbər sallallahu aleyhi və səlləm əmisinin yanına gedir və əmisinə deyir ki, ey əmi, la ilahə illallah de, bu kəlməni de, sənin üçün şəfaətçi olum. Yəni Allah qatında sənin üçün şəfaətçi olum ki, həqiqətən də sən la ilahə illallah kəlməsini dedin və səndən hüccət qalxdı. Yəni Allah qatında şahidlik edim ki, ey Allahım, artıq la ilahə illallah dedi, İslam'a daxil oldu. Və onun yanında olan bu iki nəfər, Əbu Cəhil və həmçinin də Abdullah ibni Əbu Umeyyə, bu ikisi deyirlər ki, sən atan Abdülmuttalibin dinindən üzmü döndürəcəksən? Və Peyğəmbər sallallahu aleyhi və səlləm öz sözünü, öz kəlməsini Peyğəmbər sallallahu aleyhi və səlləmə təkrar deyir ki, ey əmi, la ilahə illallah kəlməsidir, sənin üçün Allah qatında şəfaətçi olun. Və yenə də həmən ki şəxs Peyğəmbər sallallahu aleyhi və səlləm ikinci dəfə dediyindən sonra da dedilər ki, sən atan Abdülmuttalibin dinindən üzmü döndürəcəksən. Və sonra da Abdülmuttalib atasının dini üzərində olduğunu bildirir. Atasının dini üzərində olduğunu bildirir. Və sonra bunu dedikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, nə qədər ki mənə qadağan olunmuyub, sənin üçün Allahdan bağışlanma diləyəcəm. Və bundan sonra Allah-u Teala bu ayəni nazil edir. Mə kənə lin-nəbiyyi vəl-ləzīnə əmənu ən yəstəğfiru lil-müşrikinə vələv kənu uli qurbə. Allah Teala ayədə buyurur ki, bir məna olaraq Tövbə surəsi 113-cü ayədir. Peyğəmbər sallallahu aleyhi peyğəmbərə və yaxud da ki iman gətirənlərə yaraşmaz ki, müşriklər üçün Allahdan bağışlanma diləsinlər. Hətta onlar onların yaxınları olsalar belə. Allah-u Teala burada qadağan edir. Və həmçində Əbu Talibə gəldikdə isə, çünki Peyğəmbər s.ə.v həris idi ki, Əbu Talib hidayətə gəlsin. İstəyirdi ki, hidayətə gəlsin. Çünki himayə etmişdi və onun himayəsi altında böyümüşdü. Və ona gəldikdə isə Allah-u Teala yenə Qasas surəsi 56-cı ayədə buyurur ki, İnnəkə lə təhdi mən əhbəbtə. Həqiqətən də sən istədiyini hidayətə yönəltən deyilsən. Hidayət verən deyilsən. Vələkinnallaha yəhdi mən yeşə. Ancaq Allah-u Teala istədiyinə hidayət verər, düzgün yola yönəltər. Və huvə a'ləmu bil muhtədin. Həqiqətən hidayətə kimin layiq olduğunu o daha yaxşı bilir. Əbu Talib Peyğəmbər sallallahu aleyhi və səlləmi himayə edən idi. Peyğəmbər sallallahu aleyhi və səlləm yetimliyini onun yanında keçirmişdi.
onu öz evladlarından heç vaxtı ayırmamışdı. Hətta ticarətə getdikdə belə onu özü ilə aparmışdı. Onu bütün Qureyşlilərin əziyyətindən onu himayə etmişdi. Başqa insanların etmədiyi şeyləri ona etmişdi Əbu Talib. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm onun hidayətə gəlməsini istəyirdi. Və istəyirdi ki, o xoşbəxt olsun və axirətdə cənnətdə olsun və bunun üçün onun hidayətə gəlməsi üçün həris idi. Baxmayaraq ki, nə qədər hərisdir, Allahu Teala'nın onun hidayətə gəlməsində icazəsi yox idi. Və buna görə də fikir versəz, o atasının dini üzərində, yəni Abdülmuttalibin dini üzərində öldü. Yəni müşrik olaraq bu dünyadan köçdü. Və qiyamət günü də əlavə bir məlumat olaraq götürək. Qiyamət günündə Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi Əbu Talib üçün xüsusi olaraq şəfaəti vardır. Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamət günü 6 şəfaəti gəlir. Yəni onlardan biri insanların sorğu-sualsız cənnətə girməsi üçün və sonra cəhənnəmdə olan, cəhənnəmə düşənlərin oradan cəhənnəmə girib çıxası insanların onların cəhənnəmə girmədən birbaşa cənnətə girməsi üçün və həmçinin cəhənnəmdə olan insanların cəhənnəmdən qurtulması üçün və həmçinin də bunlardan biri də əmisi Əbu Talib üçün xüsusi olaraq gəlir. Onun cəhənnəmdəki əzabının yüngülləşməsi üçün olan şəfaətidir. Və onun üçün çox həris idi. Baxmayaraq ki, nə qədər hərisdir, Allah-u Teala onun hidayətə gəlməsini istəmədi. Buradan bizim üçün götürülən faydalardan biri odur ki, ən əsas fayda odur ki, yəni bu hədis özlərinə evliyaları, peyğəmbərləri, qəbir əhlini özlərinə bir vasitə tuturlar və onlara dua edirlər, onlardan yardım istəyirlər. Onlar bunu edənlər üçün bir rəddiyədir. Baxmayaraq ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha ən yaxın olan qul idi. Allah-u Teala onun istədiyini yerinə yetirmədi. Və bu da dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə fayda verməyə qadirdir və yaxud da ki, insanlara baş vermiş bir müsibətin ondan uzaqlaşmasına, onların ondan uzaqlaşması üçün bir fayda verə bilər. Peyğəmbər s.ə.v buna malik deyil. Bu ancaq Allahın mülküdür. Yəni fayda vermək və həmçində zərəri dəf etmək Allahın mülküdür. Allaha aid olan bir şey, Allah malik olan bir şey. Bunu Allahdan başqasına yönəltmək şirkdir, böyük şirkdir və insanı İslamdan çıxartan bir şeydir. Baxmayaraq ki, yəni Peyğəmbər s.ə.v Allaha ən yaxın olanı idi. Baxmayaraq ki, o buna qadir olmadı, bunu bacarmadı. Və ondan aşağı olan insanlar, qəbir əhli və həmçinin digər insanlar buna necə qadir ola bilərlər? Ona görə bu hədisdən götürülən ən böyük fayda, ən böyük dəlil odur ki, insan Rəbbinə heç bir şey şərik qoşmasın. Hətta baxın, ən yaxın olan Peyğəmbər sallallahu aleyhi və səlləm belə buna malik deyil. Yəni ondan başqaları necə? Necə ola bilər ki, insan dua etsin ki, ey, ya Abdülqadir Qeylani, sən məni qoru. Və yaxud da ki, bəziləri deyir ki, samolyot düşürdü, çağırdıq ki, ya Abdülqadir Qeylani, samolyot dayandı. Yəni bunun kimi, yəni subhanallah, insanlara batili, insanlara şirki təbliğ edən insanlar var. Yəni burada onlar üçün rəddiyə var ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yəni buna malik deyil. Fayda və zərər verməyə. Fayda verməyə və yaxud da zərər dəf etməyə. Bundan başqaları, ondan aşağı olan insanlar necə ola bilər ki, buna qadir olsunlar? Bu hədisdən bir neçə fayda götürür. Faydalardan birincisi odur ki, əgər xəstə, yəni müşrik və yaxud da ki, kafir olan bir xəstənin İslama gəlmə ümidi varsa, onu ziyarət etməyin caiz olması, icazəli olması. Və həmçində faydalardan biri də odur ki, yəni insanın seçdiyi dosta fikir verməsi. Fikir verin, insanın necə ki, Əbu Talibin öz dostları, tanışları onun İslama girməsinə necə maneçilik törətdilər və pis dostların insana nə qədər zərərli olmasının açıqlaması, bəyanı vardır.
Və faydalarından üçüncüsü odur ki, kim la ilahe illallah kəlməsini yəqinliklə deyərsə və etiqad edərsə, inanarsa, İslam'a daxil olar. Və faydalardan dördüncüsü odur ki, əməllər axırıncı əmələ görədir. Və faydalardan beşincisi, müşriklər üçün bağışlanma diləmənin, yəni kafirlər üçün bağışlanma diləməyin haram olması və onlarla qarşılıqlı dostluq etməyin və həmçinin də onları sevməyin haram olması vardır. Və faydalardan yedincisi, hər hansı bir fayda verməyə və yaxud da ki, hər hansı bir baş vermiş müsibəti aradan qaldırmaq üçün insanın Peyğəmbər sallallahu aleyhi və səlləmə bağlanması və digər qəbrə və digər salih insanlara bağlanmasının batil olması. Və həmçinin dəlillərdən yedincisi götürmək olar ki, faydalardan yedincisini götürmək olar ki, bəzi insanlar iddia edirlər ki, Əbu Talib İslam'a daxil oldu. Və bu hədis açıq-aşkar dəlildir ki, Əbu Talib İslam üzərində ölmədi. Yəni, o küfür, şirk üzərində atası Abdülmuttalibin dini üzərində öldü. Bunu iddia edən insanlar var. Və həmçinin faydalardan da sonuncusu odur ki, mübahisə anında ataların və həmçinin də böyükləri təqlid etməyin zərərləri vardır. Və baxırsınız ki, onların heç bir dəlili yox idi. Yenə də Yahudi və Xristiyanların səmavi din olduğuna görə hardansa dəlil gətirə bilərdilər. Amma müşriklərə gəldikdə isə, yəni onlar gedib digərlərindən götürürdülər. Onların heç bir dəlili yox idi. Sadəcə gətirdikləri dəlilə fikir verin və deyir ki, sən atan Abdülmuttalibin dinini tərk mi edəcəksən? Fikir ver. Yəni özləri də bilirlər ki, onların ibadət etdikləri bütlər nə xeyir, nə yaxud da ki, zərər verə bilirlər. Bunu özləri dərk edirlər. Sadəcə onlar ataları və babalarının nəyin üzərində olduğunu görüblər və batil olsa belə, batillığını bilsələr belə, yenə onların üzərində davam edirlər və həmçində hüccət gətirdikləri zamanda, dəlil gətirdikləri zamanda onların gətirdikləri dəlil elə ən böyüyü budur ki, yəni sən atalarının üzərində olduğu dindən üz mü döndürəcəksən? Allahdan istərəm ki, Allah-u Teala bizi kəlmə, la ilahə illallah kəlmə üzərində sabit etsin. Bizi tövhid üzərində yaşamağı və tövhid üzərində bu dünyadan köçməyi nəsib etsin. Və Allahdan istəyirəm ki, Allah bizə salih yoldaşlar, dostlar nəsib etsin. Salih iş yoldaşları və həmçinin səfərdə olarkən bizi salih insanlarla birlikdə etsin. Və bizi din üzərində sabit etsin. İrəlidikdən sonra geriləməkdən, hidayətə gəldikdən sonra azmaqdan qorusun. Əmin. Subhanəkəllahumma bihamdik. Nəşhədu ən la illə ənt. Nəstəğfiruka və nətubu iləyik.